Bu kitabın içərisində həm Xocalı soyqırımı şahidlərinin fikirləri öz əksini tapmaqla yanaşı, xarici kütləvi informasiya vasitələrində Xocalı soyqırımı baş verən zaman xarici jurnalistlərin yazdığı materialların orijinalları var. Yəni, orijinal şəkildə həmin o məqalələr var ki, onlar nələr yazır? Xocalıda Ermənistanın, erməni silahlı qüvvələrinin törətdiyi dəhşətlər, bizim milli liderimiz Heydər Əliyevin, cənab prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı açıqlamaları, bəyanatları və fikirləri, qəbul olunan sənədlər, parlamentin xarici ölkə parlamentlərinə müraciətləri öz əksini tapıb və eyni zamanda burada erməni terroru, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə də bağlı geniş məlumatlar öz əksini tapıb. Yəni, bu kitabın içərisində bütünlükdə Xocalıda törədilən vəhşiliklə bərabər Dağlıq Qarabağımızda, işğal olunan Dağlıq Qarabağ bölgəmizdə və ətraf rayonlarda da erməni silahlı qüvvələrinin, Ermənistanın törətdiyi vandalizm aktları öz əksini tapır. Biz bu kitabı indi ingiliscəyə hazırlanır və yaxın zamanlarda onun ingilis dilində də buraxılacaq ki, ingilis dilində də məqsəd ondan ibarətdir ki, daha geniş şəkildə dünya ictimaiyyəti arasında geniş yayılması, ondan sonra digər dillərə də ingilis dili artıq nəşr olunanda Azərbaycan dilində, Türkiyə türkçəsində var, növbəti ingilis dilidir, ondan sonra isə digər beynəlxalq dillərə də tərcümə olunaraq yayılmasını nəzərdə tutur. Azərbaycan dilində fərqli, Türkiyə türkçəsində fərqli, hər halda minlərlə ümumi tirajı nəzərə alsaq, minlərlə belə tiraj olacaq. Türkiyənin bəzi şəhərlərində Xocalı soyqırımı ilə bağlı abidə qurulması məsələsi bununla bağlı. Bilirsiniz ki, biz bu məsələni Türkiyədə geniş şəkildə qaldırdıq və Türkiyənin bəzi şəhərlərində artıq bununla bağlı vədlər verildi. Şəhərlərin, bölgələrin rəhbərliyi tərəfindən biz bunu Yalovada da qaldırdıq, İzmirdə də qaldırdıq, digər bölgələrdə də qaldırdıq. Onu deyə bilərəm ki, yaxın aylardan başlayaraq Türkiyənin bəzi şəhərlərində Xocalı soyqırımına abidələrin qoyulmasını siz görəcəksiniz. Bizim Dağlıq Qarabağ Azərbaycanlılarının icmanın